Salam əziz və dəyərli izləyicilərim, mənə ən çox gələn suallardan da ələxüsus da xanımlar tərəfindən bu suallardır ki, Məryəm xanım, neyniyək ki həyatımız sizin kimi gözəlləşsin, neyniyək ki sizin kimi pozitiv olaq, maşallah, 41 kərə maşallah. Mən indi sizə o sirləri öyrədəcəm ki, əvvəlallah, sonra mən deyənləri etsəniz, inanın ki, həyatınız güllük gülistanlıq olacaq, ruziniz bol-bol olacaq və ən əsası o ruzidən xeyir tapacaqsınız mənim əzizlərim və özünüzün, evladınızın, evladlarınızın qarşısında həmişə yaşıl işıq olacaq. Bütün bunları izləmək istəyirsinizsə diqqətlə izləyin, həyatınızın günü-günündən gözəlləşdiyinin şahid olacaqsınız və bütün videolarımın altında minlərlə, milyonlarla insanların yazdıkları kimi sizlər də gəlib dualar yazacaqsınız. Amma yetər ki, mən deyənlərə əməl edin və mən sizə bugün elmi sübutları olan bir şeylərdən də danışacağım. Həm Quranda, həm bütün kitablarda professorların, bilim insanlarının təsdiqlədiyi bir şeylər deyəcəm. Hansı ki, özüm və bütün doğmalarım bunları həyata keçirdikləri üçün həyatımız maşallahlar olsun günü-günündən gözəlləşir. Ən əsası şükür olsun Allahıma, həmd olsun Allahıma. Heç nə sizdən bir əziyyətli bir şey getmir, heç nə almayacaqsınız, diqqətiniz məndə olsun və günü sabahdan həyatınızı dəyişə bilərsiniz. Necə ki, qrupumdakı xanımların, bilməyənlər üçün bildirim ki, bəylər üçün ayrı qrupum var, xanımlar üçün ayrı qruplarım var və istəyirsinizsə həyatınız o xanımlar kimi, o bəylər kimi günü-günündən gözəlləşsin, diqqətiniz məndə olsun, yaxın əyləşin, amma tez çox xahiş edirəm, mənim səhifəm üçün vacibdir, istəyirsinizsə ki, belə dəyərli videolar sizin qarşınıza çox çıxsın, ona görə də tez bəyənmə işarəsini basırsınız, takip atırsınız, abunə olursunuz və çoxlu şərhlər yazırsınız. Mənim əzizlərim, bir də onu deyim ki, bütün mənə yazdıqlarınız, gözəl sözləriniz, sevgiləriniz, dualarınız hamısı qarşılıqlıdır. İnanın, 3-ə 4-ə vurub hamısını qaytarıram özünüzə, mənim əziz izləyicilərim. Mən sizə xoşbəxtliyin sirlərini öyrədirəm. Əvvəlallah, sonra bizlər şükürlərimizi bol-bol eləməliyik. Saysız sayda şükürlər eləməliyik. Çox təəssüf edərəm ki, çox sayda insanlar şükürlərinizin, sağlamlığınızın, doğmalarınızın, sevdiklərinizin və pulunuzun qədrini itirdikdən sonra bilirsiniz. Deyirsiniz ki, mən nə xoşbəxtəmmiş filan vaxtda, amma qədrini bilməmişəm. Bu çox insanların həyatında olur. Əlimdə pulum olub, amma qədrini bilməmişəm. Ən əsas məsələ budur ki, şükürlərinizi varlıqda, gözəl günlərdə etməlisiniz. Amma ən əsas məsələ aclıqda, çətin vəziyyətdə, əzab çəkdiyiniz vaxtlarda görüm şükürlər edirsinizmi? Nə qədər çox çətin vəziyyətinizdə şükürlər etsəniz, indi hamının həyatında çətinliklər var. İnanın ki, Allah daha da şükürlərinizi bol edəcək. Çünki Allah sevdiyi bəndəsinə, şükürlü və səbirli bəndəsini çətinliklərdən keçirdir ki, biz o demək ki, sevdiyi bəndəsidir ki, istəyir ki, o bəndə onun adını, Allahın adını tez-tez çəksin, şükürlərini etsin, dualarını etsin, əlini açıb Allahı çağırsın. Elə ona görə də imtahanlardan keçirdir. Bəs siz bu imtahanlardan keçərkən şükürlər edirsinizmi? Şəxsən mən üstünüzə sağlıq, qulağımızdan uzaq, hamıdan uzaq, sizlərə demirəm, daşlara deyirəm. 8 dəfə narkoz udmuş bir insan, qəbul etmiş bir insan, bir neçə orqanı olmayan bir insan, üstünüzə sağlıq, qulağınızdan uzaq, açıq beyin əməliyyatı olmuş bir insan, hansı ki, ölümə qol çəkib, bütün doğmalarım girən bir insan, hətta mən o xərək deyilir Azərbaycan dilində, xərəkdə, nasılkada, yəni əməliyyat otağına gedəndə belə 100 dəfə Ayətəl Kürsünü oxudum və 100-dən də çox şükürlərimi etdim. İnana bilirsinizmi? Və bu inandırıcı bir şey deyildir ki, Allah məni həyata qaytardı. Mən sıfırdan illər əvvəl yenə də ayaq üstəyəm, yenə də deyirəm, maşallahlar olsun və şükür olsun Allahıma. Şükürlərimi saydıqca bitmir və şükürlər məni ayaqda saxladı. Və ən çətin, ən əzablı anlarımda belə özüm də, doğmalarım da şükür edirik. Dediyim kimi, qrupda da hamıya öyrətmişəm şükürlər etməyi. Baxın mənim əzizlərim, əgər xoşbəxt olmaq istəyirsinizsə, yerinizdən gözünüzü açar-açmaz birinci şükürlərinizi edin. Baxın, gecələr işıq sönəndə hamımız kör oluruq. Hətta belə bir söz var, göz gözü görmür, qocaları, uşaqları yerindən durmağa qoymuruq. Bəs onda bilirsinizmi ki, Allah gün işığını göstərməsə, biz körük hamımız.
Hamımız gözdən əlilik. Bəs yerinizdən gözünüzü açar-açmaz durmamış yerinizdən Allahın verdiyi o gün ışığını gördüyümüz üçün, səhərə sağ-salamat çıxdığımız üçün şükürlərinizi edirsinizmi elə yerinizdəykən? Şəxsən mən edirəm, ona görə də xoşbəxtəm. Şükür olsun Allahıma. Bəs bu şükürlərinizi çoxlu-çoxlu sayırsınızmı? Şükürlərinizi o qədər etməlisiniz ki, Allah şükürlü günlərinizi deyir ki, bəndəm, sən bu günlərə şükürlü et, şükür edirsənsə, gör mən şükürləri sənə necə göndərirəm, əsl şükürləri görəsən. Və xoşbəxtliyin birinci sirlərindən də biri odur ki, böyüklərinizin qədrini bilin. Qaynana, qaynata, ana, ata, sağlığında onlardan halallıq alın. Mənim bir neçə videolarım var və çox insanlar da sağ ol yazır, dualar yazır mənə ki, doğrudan da həyatımız yaxşıya doğru dəyişdi 180 dərəcə Məryəm xanım. Və istəyirəm ki, bu videonu paylaşın ki, hamının qarşısına çıxsın. Çoxlu bəyənmə işarəsini basın ki, hamının qarşısına çıxsın. Bəzən cavanlar elə deyirlər ki, böyüklər dünyanı tutub duracaq. Xeyr, tutub durmurlar dünyanı. Vaxtında onların qədrini bilin. Sağlığında onlardan halallıq alsanız, ürəkdən amma sizə halallıq versələr doğrudan da yaşıl ışıq olacaq sizin də evlatlarınızın da qarşısında. Necə ki, bunun mənim həyatımda təsdiqini görmüşəm, mənim əzizlərim. Biz onların yaşına çatanda axı bilməyəcəyik biz necə olacağıq. Ona görə də hər şeyə onlara, necə deyərlər, onların qulluğunda, ürəkdən qulluğunda durun. Yəni mənim kimi xoşbəxt olmaq istəyirsinizsə əzizlərim. Baxın, hamınıza məsləhət bilərdim ki, dini kitablar da oxuyuram mən. Amma bu kitab mənə daha, o kitablar da xoş gəldi, dini kitablar. Bu kitabda təsdiqləri var professorların, 40 ilin, 50 ilin professorlarının burada təsdiqləri var. Bilim insanlarının burada əl yazmaları var. Dünyaca məşhur alimlərin burada əl yazmaları var. Hansı ki 40 ildir beyinlə oynayan insanlardır. Onlar yazır ki, burada təsdiq edirlər ki, Caroline Leaf'ın deməli, "Включите свой мозг". Mənim əzizlərim, bu kitabda, yəni "Включите свой мозг", beyninizi işə salın. Bu kitabda həm də dindar insanlar, 30 ilin, 40 ilin dindar insanları təsdiq edir ki, beyinlə duanın, Allahla beynin, duanın çox böyük əlaqəsi var. Və siz nəyi danışsanız, şuur altı deyilən bir şey var. Yaxşı danışsanız, şükürlər etsəniz, gözəllikləri həyatınıza çəkəcəksiniz. Nə qədər ki pis danışıb, pis kin saxlayacaqsınız, pis işlər görəcəksiniz, ancaq pislik eləməyə çalışacaqsınız. Allah sizin həyatınızı pis edəcək, kinli, kudurətli bir həyat yaşayacaqsınız. Bu kitabı istəyərəm ki, alıb hamınız oxuyasınız ki, insan bu kitabdan ayrıla bilmir. İnanın ki, mən sizə bilirsiniz ki, elmi oxuduğum bütün kitabların sayı hesabı yoxdur. Hamısında təsdiqi var ki, şuur altı, yəni bilinçaltı deyilən bir şey var. Əgər oranın şuur altını siz yaxşı etsəniz, gözəl şeylər fikirləşsəniz, hamıya yaxşılıq arzulasanız, Tolstoyun bir sözü var, bacardıqca yaxşılıq eləyin. Yox, əgər bacarmırsınızsa, heç olmasa pislik eləməyin. Çöl heyvanlarına əliniz gələn qədər su verin, gücünüz çatan qədər yemək verin, bitkilərə, ağaçlara su verin. O dünyada onlar bizə şahid keçəcəklər ki, bu bəndən bizi susuz qoymayıb. İnanın bunlara, yəni bunların təsdiqli, elmi təsdiqləri də var, mənim əzizlərim. Ona görə də əgər mənim dediklərimə sizlər əməl etsəniz, inanın ki, gözəl günü-günündən həyatınız gözəlləşəcək. Nə qədər sizə çox dualar olunsa, siz əlinizdən gələn yaxşılığı etdikcə, siz kin saxlamadıqca, siz ətrafınıza ancaq yaxşılıq saçdıqca, gözəl sözlər dedikcə, gününüzə şükürlə başladıqca, hər saniyənizə şükür etdikcə, İnanın Allaha, bunu Məryəm xanım sizə söz verir. Həyatınız güllük, gülistanlıq olacaq. Nəinki sizin, evlatlarınızın və doğmalarınızın. Mənim əzizlərim, bir də onu deyim ki, mənim qruplarım var. Bəylər üçün ayrıdır, xanımlar üçün ayrıdır. Əgər istəyirsinizsə ki, həyatınız 180 dərəcə dəyişsin, amma dərmanlarsız, mən sizə aptekaya göndərməyəcəm, qəbizlikdən, qazdan, köpdən azad olacaqsınız. Amma siyana çaysız, aclıq otusuz, dəvə gözsüz. Çünki Məryəm xanım dərmanlara nifrət edir. Bilir ki, onlar həll yolu deyil, daha da sizi pis eləyir. Mədə bağırsağınızın mikroflorasını pozur, selikli qişasını zədələyir və mən sizə heç nə satmayacağım. Çünki bilirəm ki, məndə Allah qorxusu var. Arıqlama çayı, arıqlama kopesi zərərlidir. Canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, bir diyetolog, nutrisiolog olaraq mən sizə ancaq və ancaq təbii şeylərlə, təbii sağlam qidalarla sizin qaraciyərinizdən toksinlər azad olacaq, orqanizminizdən toksinlər çıxacaq və xərçəng xəstəliyindən özünüzü qorumuş olacaqsınız.
və sizin üçün peelinglər atacağım. Gözəl, dəyərli xanımlar, gözəllik sirlərinin hamısını sizlərlə bölüşəcəm və şükürləri elə bir dərəcədə şuuraltı sizə yeridirəm ki, qrupumda hamı şükürlərlə yatıb durur və bütün bu saydığım özəlliklər mənim əzizlərim cəmi bircə dəfə 20 manat ödəyib bir il qrupumda qalırsınız. Bu bir il ərzində hər səhər mənim pozitiv enerjimlə ayılacaqsınız, günə gözəl başlayacaqsınız və qrupa qoşulan kimi də sizə bütün gözəllik və özəllik sirlərimi, peelinglərin reseptlərini, saçınızın gözəlliyi, dırnaq göbələyindən azad olmaq və hər şeyi sizlərə öyrədəcəm. Mənim əzizlərim, istəsəniz buyura bilərsiniz, məsləhət bilirsinizsə, onsuz da bilirəm ki, hər yerdə məndən danışırlar. Məsləhət özünüzündür, amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın. Əgər özünüzdən hansısa bir rəqəm, tiri, nöqtə əlavə etsəniz, nömrəmi, WhatsApp nömrəmi tapa bilməyəcəksiniz. Necə tələffüz edirəm, o cürə də yaddaşa salın. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 2694. Mənim əzizlərim, inanın mənə və güvənin ki, şükürlər özü də böyük bir nemətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.